İndiki dövrdə əksər forumlar, həm Davos forumu, həm Azərbaycanda keçən forum hibrid formatda keçir. Yəni ki, zalda əyləşərək biz hibrid formatda, onlayn formatda fərqli ölkələrdən bizim nümayəndələr, məsəl üçün bu tədbirə qoşula bilir, hərdən sual da verə bilirlər. Amma onun üstünlüyündən danışanda mənfi tərəfindən də danışmalıyıq ki, insanlar bir-birindən uzaqlaşır rəqəmsal formatda olanda. Virtual dünyaya keçdik. Bəli, çox həmçinin o indi meta daha çox bu istiqamətdə, yəni ki, bizi agitasiya edir ki, biz bu istiqamətdə insanlarla yəni ki, biz adı ilə təbrik edəndə xatırladırsa, bizim nəsil daha çox, misal üçün, telefonla təbrik edirdi, amma indi sadəcə bir WhatsApp-da ya digər hansısa bir sosial şəbəkədə bir şablon mesajı şablon, bəli, avtomatik göndərir, heç çox vaxt adı da qeyd etmirik. Mənfi cəhəti və biznesdə çox böyük üstünlük verilir şəxsi münasibətlərə. Yəni ki, insanlar bir-birinə bağlı olmalıdır, emosional, yəni ki, bağlantı olmalıdır və indiki süni intellektlər artıq bunu bizə çalışır, necə deyirlər, tətbiq etsin. Yəni ki, əvəzləşdirsin və biz daha çox, misal üçün, ChatGPT ilə danışırıq, nəinki öz övladlarımızla. Yəni ki, biz müşahidə etmişik və bir neçə araşdırmalarımız da olub. Biz gördük ki, sahibkarlar 50%-dən çox mesajları ChatGPT-yə söyləyərək, onu redaktə edib bölüşürlər. Yəni ki, həqiqətən biz artıq rəqəmsal həyata doğru gedirik.